Değerli dinləyicilər, Azərbaycan ədəbiyyat müəllimləri və ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər. MİQ və sertifikasiya mətnləri silsiləsindən 20-ci mətnimizi təqdim edirəm. Mətnimizin sualı belədir. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Ayasofya 3 dəfə tamam başdan inşa edilib. 2. Həm təbiət, həm də insan təxribatına məruz qalıb. 3 hökmdar tərəfindən tikdirilib. 4. Sonuncu dəfə İmperator Justinian tərəfindən bərpa edilib. 5. 2 dəfə qəsdən məhv edilib. İndi isə mətni səsləndirirəm. Ayasofya məbədi 360-cı ildə İmperator Konstantinin əmri ilə tikilib. 20 iyun 404-cü ildə baş verən yanğın nəticəsində böyük kilsədən demək olar ki, əsər əlamət qalmayıb. İmperator Theodosiusun tapşırığı ilə və maliyyəsi ilə məbəd 416-cı ilədək demək olar ki, yenidən tikilib. 532-ci ildə məbəd bütünlüklə dağıdılıb. Nəhayət 532-537-ci illərdə İmperator Justinian 5 il 10 ay ərzində elə həmin yerdə indiki məbədi inşa etdirib. 553 və 557-ci illərin zəlzələləri zamanı məbədin 31 metr diametrə malik baş qülləsi zədələnib. 558-ci il zəlzələsi nəticəsində isə qüllə uçub. Qüllə 4 ilə bərpa olunub. Ayasofya məbədi 360-cı ildə İmperator Konstantinin əmri ilə tikilib. 20 iyun 404-cü ildə baş verən yanğın nəticəsində böyük kilsədən demək olar ki, əsər əlamət qalmayıb. İmperator Theodosiusun tapşırığı ilə və maliyyəsi ilə məbəd 416-cı ilədək demək olar ki, yenidən tikilib. 532-ci ildə məbəd bütünlüklə dağıdılıb. Nəhayət 532-537-ci illərdə İmperator Justinian 5 il 10 ay ərzində elə həmin yerdə indiki məbədi inşa etdirib. 553 və 557-ci illərin zəlzələsi zamanı məbədin 31 metr diametrə malik baş qülləsi zədələnib. 558-ci il zəlzələsi nəticəsində isə qüllə uçub. Qüllə 4 ilə bərpa olub. Bu məqamda siz videonu saxlayırsınız, sualı cavablandırırsınız. İndi isə mən sizə mətnin oxu variantını təqdim edirəm. Oxuyub cavablandırmaq üçün siz videonu saxlayırsınız, sualı cavablandırırsınız. İndi isə biz 19-cu mətnimizin izahına baxaq, suallarının cavabının şərhinə baxaq. 19-cu sualda bizdən tezisləri müəyyən etməyimizi istəyirdilər. Tezis mətndən çıxardığımız qənaət deməkdir. Mətnə oxuyarkən gəldiyimiz qənaət deməkdir. Adətən mətndə qənaət olmur. Yəni biz oxuduğumuzdan gəldiyimiz nəticələri tezis kimi seçirik. Amma bəzən olur ki, mətnin özündə tezislər verilmiş olur. Məsələn, anlaşıqlı olsun deyə deyim ki, istənilən təmsilin sonunda tezis verilmiş olur. Düzdür, bu ideyadır. Bütün ideyalar həm də tezis deməkdir. Düzdür, bütün tezislər ideya olmasa da, amma bütün ideyalar tezis demək. Ona görə bəzən mətndə tezisin özü ola bilər. Amma adətən biz oxuduğumuz faktlardan gəldiyimiz qənaəti tezis adlandırırıq və ona görə indi baxaq görək bu mətndə oxuduğumuzdan hansı qənaətlərə gəlmiş olar. Birdə yazıb ki, demokratik rejimlərdə yaxşı hakimiyyətin formalaşması xalqın təhsil və dünya görüşü səviyyəsindən asılıdır. Bu bir aksiyoma kimi bir fikirdir və bu fikri formalaşdıran mətndə fikirlər verilmişdir. Yazıb ki, təxminən 2500 il əvvəl Platon yazıb, demokratiyanın əsas prinsipi hakimiyyəti xalqın formalaşdırmasıdır. Amma millətin özünü yönəldənləri seçə bilməsi üçün yetkin, yaxşı təhsil görməsi şərtdir. Və buradan biz belə bir qənaət
qənaətə gələ bilərik, belə bir tezis irəli sürə bilərik ki, demokratik rejimlərdə yaxşı hakimiyyətin formalaşması xalqın təhsil və dünya görüşü səviyyəsindən asılıdır. İkidəki fikir isə adi bir faktdır. Demokratiyanın prinsipləri 2500 il bundan əvvəl müəyyən edilmişdir. Bu da ilk iki cümlədən, vasitəsiz nitq, müəllif sözündən və vasitəsiz nitqin birinci cümləsindən çıxan faktdır. Yəni, deyir, demokratiyanın əsas prinsipi hakimiyyəti xalqın formalaşdırmasıdır. Demokratiyanın əsas prinsipinin söylənməsi də yazıb ki, təxminən 2500 il əvvəl Platon yazır. Bu bir qənaət tezisi yox, adi bir faktdır. Ona görə biz ikidəki fikrə dəymirik. Üçdə, səviyyəsiz cəmiyyətlərin formalaşdırdığı hakimiyyət diktaturaya çevrilə bilər. Bəli, mətnin başından ayağa kimi olan hissədə, yəni oxuduğumuz hissədə, başdan ayağa, axırda biz o qənaətə gələ bilərik ki, səviyyəsiz cəmiyyətlərin formalaşdırdığı hakimiyyət diktaturaya çevrilə bilər. Düzdür, bu mərhələ-mərhələ baş verir. Yazır ki, millətin özünü yönəldənləri seçə bilməsi üçün yetkin və yaxşı təhsil görməsi şərtdir. Əgər deyir, bu olmazsa, yəni öz hakimiyyətini formalaşdıran xalqın yetkinliyi olmazsa, təhsili olmazsa, bu demokratiya mütləqiyyətə keçə bilər. Sonra hələ başqa bir şərtlər irəli sürür. Deyir, xalq xoş vədi sevir. Xalqa xoş vəd verən adamlar demokrat olmaya bilər, demokratik düşüncə sahibi olmaya bilər və onlar səs toplayıb hakimiyyətə gələ bilərlər. Hətta deyir ki, səs toplayıb hakimiyyətə gəlmək, dövləti yaxşı idarə edə bilmək mənasına gəlməz və nəticədə deyir, demokratiya oliqarxiyaya çevrilə bilər, kimsə tək hakimiyyət formalaşdıra bilər, oliqarxiyadan isə diktatura yarana bilər. Nəticə odur ki, bizim gəldiyimiz nəticə, qənaət odur ki, səviyyəsiz cəmiyyətlərin formalaşdırdığı hakimiyyət diktaturaya çevrilə bilər. Əslində, bu elə həm də mətnin ideyası ola bilər. Və mətnin başdan ayağa oxuyarkən gəldiyimiz ən ciddi qənaət budur ki, demokratik hakimiyyətin formalaşması üçün xalqın müəyyən səviyyəsi olmalıdır. Xalqın səviyyəsi yoxdursa, təhsili yoxdursa, nəticədə seçki üsulu ilə, seçimlə hakimiyyətə gəlmiş qüvvə diktaturaya çevrilə bilər və bu bizim bugünkü günümüzdə də mövcuddur. Ona görə də səhv eləmirəmsə, Platon səhv eləmirəmsə, aristokratiya hakimiyyətinin tərəfdarı idi ki, yəni xalqın səviyyəsi olmayan, yəni təhsili olmayan, ölkə idarəçiliyini və kimləri seçməsini bilməyən bir cəmiyyət axırda diktatura yarada bilər. Ona görə aristokratların savadlı, təhsilli, yüksək təbəqənin formalaşdırdığı hakimiyyət ölkəni idarə edəsə daha yaxşı olar. Deməli, 3 də qənaət idi. Doğru cavabımız A variantı idi. 4-də isə ümumiyyətlə fikir yanlışdır. Diktaturanın yaranması xalqın xoş vədləri sevməsi ilə bağlıdır ki, xalq xoş vədi sevər. Burada problem yoxdur. Amma xalqın təhsili olsa, yetkin səviyyədə olsa xalq, heç də onun formalaşdırdığı hakimiyyət diktatura yaratmaz. Bir də xalqın xoş vədləri sevməsinə görə diktatura yaranmır. Xalq xoş vədləri sevir və demokrat olmayan adamlar xoş vədlər verərək hakimiyyətə gəlsələr və demokratik düşüncə sahibi olmayan adamlar oliqarxiya formalaşdıra bilər və bu oliqarxiya diktaturaya çevrilə bilər. Ona görə 4-dəki fikir öz-özlüyündə səhvdir. Doğru cavabımız 1-3A variantı. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunsa, mənim üçün nə mutlu.